Salam. Açan da video çəkmirəm. Dedim çəkim. Əslində çəkirəm, prosta əvvəl çəkdiklərimi yükləyirəm də. Bir dənə video gördüm. Videoda deyir ki, 6 ay ərzində, məsələn bugündən başlasaq və sabah buraxmasaq, sabah yenə davam edəsək, 6 ayın 2 günü sayılır da o şey. Başa salacağım, buraya yazacağım kısaca. İndi başa düşməyə bilərsiniz. Deməli, hər gün 6 ay disiplinli bir şəkildə çalışsaq, istədiyimiz şeyi əldə edə bilərik. Mən də dedim ki, mən onsuz da eləyirəm, sadəcə hər gün eləmirəm. Dedim, hər gün eləyim də. Hər gün eləmirəm. Bir gündən bir, 2 gündən bir eləyirəm də. O da 6 ay sayılmır. Hər gün eləməliyik. İndi bir-iki dənə şey qeyd edəcəm. Onları yazacağım. Sonra lazım olan şeyləri təkrar bura qeyd edəcəm videonun ortasında və yaxud axırına qoya bilərəm. Açıqlamaya da yazaram bəlkə. Ora qeyd edəcəm. Onsuz da bilirəm ki, eləyəcəm, bacaracağam. Ona görə dedim, niyə videoya çəkməyək? 6 ay sonra, neçənci ay olur 6 ay sonra? Fevral olur. Gözlə bir dənə. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral. Yanvar, fevral. Düz saydım da, fevral olur. Mənim də fikrim var idi. Onsuz da o bir videolarda da demişdim də. 2027-nin fevral və yaxud may, mart aylarında mahnı çıxardacağım. İnşallah. Yəni də, neysə. Bunu da çəkirəm. 6 ay sonra paylaşmaq istəmirəm əslində. Belə eləyək də. Bəlkə 6 ay sonra paylaşdım. Yox, amma istəmirəm. Məktəbin açılmağına 21 gün var hələ. Nəysə. Gözlə bir dənə hesablayıram. Heç nə. Çəkəcəm. Belə çəkəcəm. Sonra 6 ay tamam olandan sonra hamısını bir araya gətirib, o paylaşmadıklarımın hamısını bir araya gətirib elə paylaşaram. Nətər fikirdir. İndi mən bunu çəkirəm paylaşmaq üçün. Paylaşmadığım hissələri də qalacaq. Onları da birləşdirib 6 ayın tamamında paylaşaram. Amma indi öyrəndiklərimi bura falan qoyaram. Sizin də bildiyiniz nəsə varsa deyin də. Neysə, belə. Bir-iki dənə şey soruşacağım Geminidən, ChatGPT-dən. Geminidən soruşuram, çox uzadır sözü, səhv yazır özdə. ChatGPT düz deyir amma. Bir-iki dənə şey soruşacağım ChatGPT-dən, sonra onları qeyd edəcəm. Belə.